Əkrəm Əylisli bir misranın yuxusu, yaxud ya şeirindən reportaj, povest. O gün Sadıq kişi, bu gün də bu. Qəribə şeydir. Sən demə buzbulaqlılar Bakıda da ölə bilərmiş. Amma bunu nə qəribədir görəsən? Adam adamdır, ölüm də ölüm. Adam hər yerdə ölə bilər. Axtarsa lap Berlində də bəlkə buzbulaq adamının qəbri tapılar. Mən hələ köhnə əyyamları, Məkkəni, Bağdadı, Kərbəlanı demirəm. O əyyamlarda buzbulaqlılar o yerlərə həmişə ziyarətə gediblər. Və heç mümkün deyil ki, o cür uzaq səfərdə kimsə azarlayıb, oralarda ölməmiş ola. Maraqlıdır, görəsən buzbulaqlılardan Sibirdə də ölən olubmu? İnanmıram, çünki heç vaxt eşitməmişəm ki, haçansa hər hansı bir buzbulaqlı Sibirlik iş tutmuş ola. Biri kəndin ən nüfuzlu din xadimi Molla Nur Məhəmməd idi ki, o da deyirlər Gəncədə, yəni Kirovabadda ölüb. Biri tacir Məşədi Murtuz idi, biri mülkədar Kəblə Kazım idi. Gərək ki, vəssalam. Bunlardan da biri Kəblə Kazım lap yaxın vaxtlarda Zaqatalada rəhmətə getdi. Məşədi Murtuz isə deyirlər Qubadadır, sağ-salamatdır, hətta deyirlər ki, indinin özündə də onun 90 yaşlı kişinin. Dişlərinin hamısı ağzında cağbacaqdır. Deməli, buzbulaq adamının kənarda öləni indiyəcən də olub, indən belə də olacaq. Onda bəs buzbulaqlıların Bakıda ölməyi niyə mənə belə qəribə gəlir? Bəlkə ona görədir ki, mən indiyəcən bu barədə heç vaxt fikirləşməmişəm. Bir də belə hadisə indiyəcən Bakıda deyəsən heç olmayıb axı. Hər halda mən buzbulaqda məktəbi qurtarıb gəlib burada instituta girənəcən belə şey şübhəsiz ki, olmayıb. Olsaydı mütləq eşidərdim, çünki kim olur olsun və harada ölür ölsün, əgər o adam buzbulaqlıdırsa, onun ölüm xəbəri buzbulağa gec-tez mütləq gedib yetişir. Bir də burası var ki, buzbulaqlılar özlərinin kənardakı adamlarını heç vaxt yaddan çıxartmırlar. O adam buzbulağın üzünü istəyir, lap 100 il görməsin. Çünki kim hara gedir getsin, ondan buzbulaqda nəsə mütləq qalır. Kiminin qohum qəbiləsi, kiminin ağac budağı, kiminin də ki sahibsiz damdaşı, yaxud uçuq divarı. Buzbulaqda hələlik heç vaxt belə iş olmayıb ki, birisi bir yana gedəndə damdaşını satıb gedə. Damdaş satmaq buzbulaqda insan adına yaraşan əməl hesab olunmur. Ya deyinə damdaşımı satıram, ya da de insanlıq cərgəsindən bir dəfəlik çıxıram. Buzbulaq cəmaatının təsəvvüründə bunların hər ikisi təxminən eyni şeydir. Ona görə ki, hər kəsin evində onun öz ata-anasının ruhu var və o evdə çıraq yandırıb ata-ananın ruhunu şad etməyə əgər sənin gücün, mərifətin çatmırsa, qoy o ruhsa da bari orada həmişə rahat qalsın. Ata-ana ruhunu yer yurdundan dərbədər eləmə. Həm də buzbulaqda çətin adam tapılar ki, kiminsə damdaşını yiyə dura. Dursa da beləsini damdaş yiyəsi hesab eləyən çətin tapılar. Evsizdir vəssalam. Buzbulaqlıların nəzərində beləsi dünya durduqca evsizdir. Buzbulaqda çox evlər var ki, onların yalnız xarabası qalıb. Ancaq o xarabanın yerində də heç kəs gedib öz başından özünə təzə yurt bina eləməz. Ya gərək xarabanın yiyəsi tapıla, ya da o xarabaya heç olmasa azmaz haqqı çatan bir adam. Gərək o adamı necə deyər, saqqalının altından mütləq keçəsən, halallıq verəsən, icazə alasan. Əlbəttə, əgər ev tikən insandırsa və o evdə insan kimi yurt salmaq istəyirsə. Və deməli, buzbulaqlıların yadından heç vaxt çıxmamaq üçün orada səndən lap bir quruca xaraba da qalsa kifayətdir. Buzbulaqda 4 yaşlı uşaqlar da bilir ki, o uçuq ev elə belə uçuq ev deyil. Məsələn, Molla Nur Məhəmmədin xarabasıdır, yaxud tutaq ki, Məşədi Murtuzundur, yaxud rəhmətli Kəblə Kazımındır. Deyirlər, eşidir, bilir. Burada möcüzəli bir şey yoxdur. Bu işin azmaz möcüzəsi varsa, o da bəlkə orasındadır ki, istəyirsən lap 100 ildən sonra qayıt buzbulağa gəl. Əgər bir vaxt buzbulaqdan getmisənsə, yenə buralısan, buzbulaqlısan. Evin qalırsa sənindir, evinin xarabası qalırsa o da sənindir və əgər birisi sənin xarabanın yerində səndən xəbərsiz təzə damdaş salıbsa, o damdaşın heç olmasa bir otağı sözsüz səninkidir, buna şübhən olmasın. Təki sən gəl çıx buzbulağa. Küçədə rastına çıxan birinci uşaqdan xəbər al, deyinə, Kəblə Kazımın evi haradadır? Uşaq deyər ki, Kəblə Kazım Zaqatalada ölüb, amma evi filan yerdədir. Qabağa düşüb səni gətirib bir uçuq divarın yanına çıxardar və sən öz gözünlə görərsən ki, Zaqatalada ölən Kəblə Kazım buzbulaqda hələ də qalır. Və elə o uçuq divara baxdığın yerdəcə bəlkə səni çağıran da tapılar.
Dönüb baxanda görərsən ki, küçənin bir yerində sən adda bir uşaq gizlənpaç oynayır. Məsələn, Nur Məhəmməd adında. Və onda arxayın olarsan ki, hətta Allahın özünün də sərf nəzərindən çoxdan düşmüş o cür məğmun bir peşə sahibinin bu cür uzun, əndazəsiz adını da Buzbulaq cəmaatı yerdə qoymayıb. Burası sənə xüsusilə ləzzət verər. Amma orasını da deyim ki, bu Buzbulaq uşağına gərək çox da üz verməyəsən. Yoxsa qoşun kimi dalınca tökülüşərlər, Molla əmi deyə də düz Kirovabadın qəbristanlığınaca səni meymun tək oynadı apararlar. Necə ki, buna oxşar bir oyunu keçən yay o uşaqlar rəhmətlik Sadıq kişinin başına açırdılar. Halbuki Sadıq kişi molla deyildi. Hə, qardaş, necədir sənin üçün Buzbulaq uzun işdir? Canım gözüm, Buzbulağın belə-belə qanunları çox. Amma sən heç də elə bilmə ki, Buzbulaq belə-belə işlərdə yeganə egzemplyardır. Göydən düşüb ya da mən Buzbulaqlı olduğuma görə burada yas yerində oturub bekarçılıqdan olanı olmayanı öz-özümə çərəlləməklə məşğulam. Bir də sən Allah, elə bilmə ki, Buzbulaqda kənd soveti yoxdur, var. Kənd soveti də var, kolxoz idarəsi də. Qanun da var, kitab, dəftər də. Amma orası da var ki, bu dediklərim olan yerdə dəftər, kitab lazım olmur. Bu yerdə Buzbulağın özü həm dəftərdir, həm kitabdır. Gərək incimə mən ölüm. Bir balaca savadın ola ki, o kitabı oxuya biləsən. İncimə canım gözüm, elə mən özüm də institut qurtarmışam. Əslində sən deyən kəndillik də qalmayıb məndə. 20 ildir ki, şəhərdə yaşayıram, amma Buzbulaq adamının Bakıda ölməyi neynim, qəribə gəlir mənə. O gün Sadıq kişi, bu gün də bu. Bəlkə bir saatdan çox olardı ki, mən buradaydım. Bu həyətdə, bu boz brezent çadırın altında, bu yas yerində. Ölən yaxın adam idi, qadın idi, qapı bir qonşu idi. Hətta bir vaxt ibtidai məktəbdə bir müddət mənə dərs də demişdi. Amma sən bir işə bax ki, yasına gəldiyim bir adamın, qapı bir qonşumun, müəllimimin sifətini bircə anlığa gözümün qabağına gətirmək üçün bir saatdan da çox idi ki, mən burada əzab çəkirdim. Nə danışırdım, nə danışılanlara qulaq asırdım. Oturub fikirləşirdim, ağlıma yaxın uzaq min cür şey gəlirdi, ancaq o sifət gözümün qabağına gəlmirdi ki, gəlmirdi. Sonra zehnin bir balaca işıqlanan kimi oldu, onların bizim kənddəki damımıza az qala bitişik olan damlarını gördüm. Buzbulaq məktəbinin həyətini gördüm, Buzbulağın bir-iki çeşməsini gördüm və elə bu yerdə də nədənsə o gün rəhməti gedən Sadıq kişi bir də yadıma düşdü. Çünki bildir, yay vaxtı kənddə məzuniyyətdə olanda mən Sadıq kişini Buzbulağın küçələrində çox görmüşdüm. Özünü dediyinə görə Sadıq kişi 58 il Buzbulaqda olmamışdı, yaz açılandan köçüb gəlmişdi. Güya Buzbulaqda həmişəlik qalacaqdı. Petuq, bilboteka, üzün gülsün Sadıq kişi. Nəysə Sadıq kişinin kənddəki damı daşı elə xarabı deyildi ki, içində adam oturaydı. Sadıq kişi rəhmətlik Qəmər arvadın kimsəsiz evində qalırdı. Qəmər arvadın evi nisbətən abad idi. Amma həyətin küçəyə sarı divarının bir uçub tökülmüşdü. Buna görə də Buzbulağın hələ təzə-təzə yumurtadan çıxanları o divarın yerindəki daş kərpic qalağının üstündən asanca aşıb, Sadıq kişinin yazda özəli ilə əkib becərdiyi və hər çiçəyi, hər yaşıl yarpağı ilə fəxr elədiyi xiyarlığa ara bir möhkəm divan tuturdular. Dayan, o başda əyləşən Qəmər xalanın oğlu Rəfi deyilmi? Odur, özüdür ki var. İnsan uçuq divara nə yaman oxşayırmış ilahi.